Salamlar, quşların cəhcəhi ilə yenə də mən sizinlə bir yerdə. Bu səfər lavaşda qutab edəcəyik. Ona görə ki, pratik şeylərdə əl atıram. Sizin üçün də rahat olsun. Bunun üçün 10 dəstə göyərti aldım. 4 dəstə spanat, 2 dəstə şüd, 2 dəstə keşniş və 2 dəstə soğan. Yəni göy soğan. Göy soğanın təbii ki, göy yerini vurdum. Ağ yerlərini, baş hissələrini vurmadım. Deməli, əgər istəsəniz buna nar da əlavə edə bilərsiniz və yaxud da istəsəniz buna bəzi yerlər baş soğan da əlavə edir. Amma biz soğan içində sevmədiyimiz üçün vurmadım. Amma narım da yox idi deyə ona da vurmadım. Sadə lavaşda qutab elədim. Amma bunun belə də çox dadlı idi. Çalışın dozunu normasında, qaydasında vurun ki, qutablarınızın dadı, ləzzəti öz yerində olsun. Bir şey də sizə deyim, vurğulayım ki, əgər siz qutabı quru-quru belə deyək, bağlamaq istəsəz alınan bir şey deyil. Burada bayaq göstərdiyim kimi bir qabda, balaca bir masxurada, kasada su götürürsünüz. İstir qaynanmış, istir qaynanmamış fərq etmir. Və bir kistiçka ilə lavaşın kənarlarına göyərtini qoyduqdan sonra nəmləndirirsiniz yüngülcə və üzərini örtürsünüz lavaşın bir tərəfi ilə və çox gözəl də yapışır və bişən zamanda da heç vaxt açılmır. Təbii ki, yaxşıca otuzdurub yapışdırsınız. Abone olmayı unutmayın. Evet. Siz de oldu. Ama ben de geleceğim. Biraz şimdi. Biraz o boşdan yaptım. Tabadan yavaş. Her şeyden bile geliyor. Maşallah. Bakın, bu formada bütün qıraqlarını yağlayıram ki, xıt-xıt qalmasın, ağac kimi olmasın. Çok qəşəngdir, çox ləzzətlidir. İndiki zamanda xəmir yoğurmağa belə ehtiyac yoxdur. Hər şey yavaş var. Eləyin, hazır eləyin, qoyun. Bu arada mən sifəti yoğurmaqdan çünki siz ona fikir verməyin. Kutabı ileride el gezdiririm ha. Bir dersinde Belə qoyursan bu formada. Sonra açırsan, iz qoydum da özü. İndi bu hissəsinə, eləyirsən hamısına yox. Bu xəttdən bura, bu hissəsinə göyərti. birinci olmuyor bilmem. Sen yakışa kaptan alırsın. Sən yaxşı. Oraya kadar tıkırım ya onu. O kəsiydən o tərəfə tök. Ben çasıyı gördüm ama. Eybi yox. Buradan göreceğim. Ben bir tutuyorum şey. Şöyle kaydeteyim orada. Sıkılanlar çıklasın. Tök. Yenə tök, çox tök. Sonra bir ancaq duzdan vurursa, yox, qıraqlara getməsin ki, yapışsın. Böyle. Yakışa döneceğim. Yaxşıdır. Baxın, Zeynəbin ilk qutabı. Her şeyi başarıyorum. Bir ancaq duz vurursan, Bu kadar. belə səpələ. Biraz çox vurdu, ürək vurur. Elə yox, duzu kənarı olmaz. Normal belə 3 barmaq götür. Kırtuz eledim. Ondan bir tane suyu götürürsən, biraz doğal qarışdırmırsan, bax belə yeyirsən. Yine bunun qıraqlarına yavaş-yavaş belə sürtürsən. Yaxşıdır. Evet. Çox sulu eləmə, yapışmasın. Sizin qızı ilə baxın. Sesini fərəz. Bir bağlıyor. Bağlayırsan. Bunu böyle. Dayan. Heç nə bağlama bir gəl. İyi bağla, çevir. Yapıştırıyorum. Yine şeylere yok. Normale göre hayat biraz hızlı gidiyor. Durma benim için. Yapıştır. Kenarlarını belə bastır. Geliyor. Kenarlarını özünü yok. Senin de buradayım. Dudaklarını